Simah Şeyda, Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü. Milliyyətcə dağ yəhudisi olan Simah Şeyda 1936-cı ildə Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüblər. Burada Sabir adına 5 sayılı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Fəhlə Gənclər Məktəbində təhsilini davam etdirib. Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq Fakültəsində ali təhsil alan Simah Şeyda yenidən Gəncəyə dönərək burada əmək fəaliyyətinə başlayıb. O, bədii yaradıcılığa erkən yaşlarından başlayıb. Bu haqda belə deyir, ədəbiyyata ədəbi dərnəkdən gəlmişəm. Həmin dövrdə ədəbi dərnəklər ənənəsi çox güclü idi. Hazırda çağdaş Azərbaycan ədəbiyyatının görünən simalarından olan Nəriman Həsənzadə, Qərib Mehdi və digərləri ilə məhz bu dərnəkdə tanış olmuş, dostlaşmışdım. Dərnək dediyim Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialı idi. Həmin illərdə mənim 13 yaşım var idi. Nərimanla hər ikimiz Mikail Müşfiqi çox sevirdik. Onu bizə tanıdan, sevdirən müəllimimiz Müzəffər Piriyev olmuşdu. O zamanda Müşfiq poeziyasının vurğunuyam. Məhz bu sevgi çox sonralar oğlumun da adını Müşfiq qoymağıma səbəb oldu. Əslində uşaq şairi kimi daha çox tanınıram. Bu sahədə Abdullah Şaiqi ustadım hesab edirəm. Dilinin şirinliyi, xalq dilinə yaxınlığı, el deyimlərindən daha çox istifadə etməsi onu balaca oxucularına daha çox sevdirir. Uşaq şeirlərinə Oqtay Zülfüqarov, Yusif Əzimzadə, İsraildə yaşayan Qubalı Qod Mixaylov çoxlu mahnılar bəstələyiblər. Mahnıların sözləri həm Azərbaycan, həm də Yəhudi dilindədir. Şəfiqə Axundovanın Simah Şeydanın Gəncəli qız şeirinə bəstələdiyi mahnı isə hələ Sovetlər dönəmində Gəncə adının yasaq olduğu dövrlərə aid idi. Simah Şeyda həm də istedadlı dramaturqdur. Onun uşaqlar üçün yazdığı pyeslər Gəncə, Sumqayıt, Ağdam teatrlarında müvəffəqiyyətlə səhnəyə qoyulub. Deyirlər, hansı dildə düşünürsənsə, o dil ana dilindir. Simah Şeyda Azərbaycan dilində yazdığı kimi Azərbaycan dilində də düşünür. İsrail və Azərbaycan Yazıçılar Birliyinin üzvü Raşbil Şamayevin mənə yazdığı məktub. Hər vaxtın xeyir olsun, qardaşım Şakir. Mən bugün dostum Simah Şeyda ilə telefonla danışdım və sizin mənə göndərdiyiniz məktubu ona bildirdim. Bəli, o da bildirdi ki, həmin məktəbdə orta təhsil alıb. O sizi tanımasa da sizin xeyirxah, insanpərvər bir insan olduğunuzu başa düşüb və səmimi salamlarını sizə göndərməyi xahiş etdi.